Hər kəsə salam. Uzun müddətdir, artıq bir həftədən çoxdur ki, video çəkirəm, amma editləyib sizinlə paylaşa bilmirəm, çünki vaxt eləyə bilmirəm. Uşaqlar, ev, iş, bayram ərəfəsinə də düşdüyü üçün biraz ara çox oldu. Yəqin ki, məni başa düşərsiniz, amma düşündüm ki, əziyyət çəkib videolar çəkmişəm, necə eləyim ki, bunu sizlərlə də bölüşüm. Hamısını bir yerdə qısaldıb, belə deyim də, bir video halında sizlə bölüşmək istədim. Qoğalı, şəkərburanı, paxlavanı bişirdim, amma qoğalı bibimgildə bişirdim, öz evimdə eləmədim. Bibim xəmiri yoğurmuşdu. Xəmirin reseptini də YouTube kanallarının birindən götürmüşdü. Çox da yaxşı alınmışdı. Çox həm dadlı olmuşdu, həm də çox yumşaq olmuşdu. Tam istədiyim kimi idi. Xəmiri yoğurmuşdu. Mən də getdim yaymağa, yağlamağa falan, bişirməyə kömək etdim. Burada bibimin güllərini sizə göstərim. Çox qəşəng gülləri var. Biraz sürətli olsa da videoda, amma həqiqətən də çox qəşəng olur. Burada qoğalın içini hazırlayırıq. Təbii içsiz elədik. Cirə, raziyananı yağın içinə, duz istiyotu falan yağın içinə qatdıq. Burada artıq qatlarını açıram, yəni layları açıram. Biz öncə qoğalı, belə deyim də, layları açdıq, kündələri yəni yaydıq. Ayrı süfrələrin üstünə ayrı-ayrı sərdik hamısını. Ən sonda arasını yağlaya-yağlaya belə, yəni qoğal halına gətirdik. Sonra təbii ki, hamınızın bildiyi kimi rulon halına gətiririk. Sonra da doğrayıb kündə kimi əzirik. Ondan sonra bişiririk bu formada. Mən uzun müddətdir ki, bişirmirdim. Bu ikinci dəfədir mən özüm şirniyyat eləməyə, yəni qoğal, şəkərbura, paxlava eləməyə çalışıram. İlk dəfə evimə köçəndə bişirmişdim. Tək etmişdim onda da, amma onda daha çox xoşuma gəlmişdi. Daha yaxşı alınmışdı. Düzdür, onda da birinci dəfə qoğalımın xəmiri heç də ürək açıcı deyildi. Çox bərk olmuşdu. Yəni bərəkət olsa belə heç bir belə deyim də heç nə eləyə bilmədim. Nə qədər süd falan əlavə etsəm də xəmiri tuluyası oldum. Təbii ki, təcrübəsiz olduğum üçün çox pis alınmışdı, amma bu dəfə bibim etdi. Yenə də bacarardım yəqin ki, mən də eləməyi, amma ikinci dəfə bərk xəmirdən sonra ikinci dəfə qoğalın xəmirini özüm etmişdim. Çox yaxşı olmuşdu. Düzdür, onda 2 övladım var idi. Mən qoğal hazırlayanda tək, həm də çox da körpə deyildilər. Artıq 3 yaşdan yuxarı idilər də. Yəni ən azından sakit oturub qala bilirdilər. Çox da vaxtım getmirdi onlara. Həm də aralarında 2 yaş yarım fərq olduğu üçün bir-birlərinə belə deyim, yola verirdilər, oynayırdılar. Bir yeməklərinə falan baxırdım belə. Həm də böyük uşaqlarım daha sakit olublar, ikizlərə baxmış. Ona görə rahat idi. Burada çay fasiləsi etdim. Ondan sonra yenə başladım qoğal davam eləməyə. Yəni bişirmə sərgüzəştlərim belə başlayıb. Qoğal həqiqətən çox yaxşı alınmışdı. Sonra şəkərbura paxlavanı evdə özüm etdim. Tək elədim təbii ki. Çox çətin oldu. Uşaqlarla çox çətin oldu həqiqətən də. Həm də çərşənbə gününə düşmüşdü. Axırıncı çərşənbə günü mən belə deyim də, çox adam bayram eləyir, amma mən bayram eləyə bilmədim. Çünki şəkərbura vaxtımı çox aldı. Axşam saat 9 idi. Mən şəkərburanı hələ bitirməmişdim, amma paxlava çox asan oldu, rahat oldu. Həm də paxlavam çox dadlı olmuşdu. Yəni tam istədiyim kimi olmuşdu. Reseptini də YouTube-dan götürmüşdüm. My Food Channel kanalından götürmüşdüm. Adətən o xanımın reseptlərindən istifadə eləyirəm. Çox yaxşı alınır da, həqiqətən də o xanımın reseptləri qədərində istifadə etsən, əgər həqiqətən də reseptlə birəbir ərzaqlar falan istifadə etsən, çox da düzgün alınır. Tam xanımın hazırladığı kimi bir neçə videoda çəkmişəm. İnşallah paylaşacağım vaxtım olduqca onları da sizlə. Yəni bişirdiyim şeylərdən, yəni pirajki falan bişirmişəm.
Onları da inşallah paylaşaram. Burada üstünə küncüt tökürəm. Burada küncütü qara çörək otu ilə qarışdırıblar. Əslində qara çörək otu adı ilə almışıq, amma içində qara küncüt də var. Bilmirəm, bilirsiniz. Mən də yeni öyrənmişəm qara küncütün olduğunu. Burada artıq bitirdim. Yoldaşım gəldi, kömək elədi. Evə qayıdırıq. Sonra şəkər buralarım çox yaxşı alınmamışdı. Videolarda görəcəksiniz. Biraz çox yağlı olmuşdu. Həddindən artıq xəmirim yağlı olmuşdu. Qədər düzgün seçməmişdim. Yəni gözə yarı tökmüşdüm. Orada 300 qram deyirdi, amma mən artıq yəqin ki istifadə etmişdim. Çox yağlı idi. Yəni o belə deyim də şəkər buranın xəmirinin yağını almaq üçün əlavə nə qədər un istifadə etmişəm. Hətta süfrənin üstünə kündələri düzmüşdüm. Süfrənin üzərində kündəni götürdükcə yağ hiss olunurdu ki, elə bir kündələrdən çıxıb süfrəyə. Əldə tuturdun, ələ keçirdi. O qədər idi, yağlı idi. Bir də bu səhv etməməyə çalışacağam. Amma ilk dəfə təcrübə etdiyim şəkər buralar çox yaxşı olmuşdu. Çünki mən onu döymə xəmirlə etmişdim. Burada isə elə etməmişdim. Adi yoğurma xəmir eləmişdim. Amma burada videoda şəkərbura və paxlavanın xəmirini ikisini də ard-arda etmişəm. İlk paxlavanın xəmirini etdim. Paxlavanın xəmiri çox qəşəng oldu. Reseptlə tam birə-bir. Rahat açıldı. Yəni hər şey rahatlıqla oldu. Yumşaqlığı falan da çox yaxşı idi. Hər şey qədərində olduğu üçün. Şəkərburada isə özüm də bilirəm ki, yağ çox idi. Çünki süd içinə əlavə etdiyim südü də yağlılıq qədəri çox almışdım. Ondan əlavə smetan xama qatmışdım. Onun da yağlılığı həddindən artıq çox idi. Yağı da çox qatdığım üçün düşünürəm ki, bununla əlaqədar olmuşdu. Bilmirəm, bəlkə də başqa bir səbəb var idi, amma mən düşünürəm ki, ondan əlaqədar idi. Şəkərburanın içliyini badamla etmişdim, amma paxlavanın içliyini qozla etdim. Əslində düşünürdüm ki, badambura da edim, amma təbii ki, çox çətindir. Badambura mənim üçün niyəsə çətin gəlir. Həm də vaxt yox idi artıq. Dedim, sonraya qalsın. İnşallah bayramdan sonra vaxtım olsa badambura da edərəm. Düzdür, biraz yox, həddindən artıq çətin oldu. Tək hamısını eyni gündə saldım. Amma öhdəsindən gəldim. Belə deyim də, şəkər buralarım biraz quru çıxmışdı. O da düşünürəm ki, quruluq xəmirlə əlaqədar deyildi. Peçdə xodu az vermişdim. O da hər peçdən, yəni fərqli olaraq hərəsinin özünün istiliyi, dərəcəsi falan var. Mən düşünürəm ki, məsələn, mən videoda baxdım, xanım 160-170 dərəcə dedi. Mən ilk listi qoydum 160-170 dərəcə arası. Qurudu, tamam qurudu və üzərdə qızardı deyim. Çünki bişmirdi. Baxdım ki, biraz da saxlasam artıq yana bilər. Ona görə belə oldu, amma sonra 200 dərəcədə qoydum. Normal, digər tavalar normal çıxdı. Amma ilk tavaları qurutmuşdum. Artıq gecə idi. Amma bununla belə, yəni təcrübə edindim, türklər demiş. Amma çox çətin idi. Kənarlarını bükmək falan çox çətin idi. Burada paxlavanı səhv kəsmişəm. Yəni baxanda görəcəksiniz özünüzdə. İlk belə deyim də, üstəgəl formasında kəsib sonra hər küncü ayrılıqda doğramalıydım. Artıq çaşmışdım deyə sonra o düzəliş etmədim, elə o formada da davam etdim. Bunu da belə deyim də, o əlim ayağıma dolaşırdı bir növ. O formada hazırladığım üçün aləmi qatdım. Burada paxlavanı azca ötürdüm, amma yanmamışdı şükür. Yenə yaxşı qurtardım. O belə deyim də, qarma-qarışıqlığın içində. Şəkərburanın da kənarlarını bağlamaq çox çətin idi. Çünki çox yağlı idi. Həm də ilk dəfə üçün, ilk deyəndə ikinci dəfə üçün çox çətin gəldi mənə. Uzun müddət ara vermişdim. Bəzəklərim falan da çox yağlı olduğu üçün üzəri quruyurdu.
onunla əlaqədar idi, nə idi bilmirəm. Bəlkə də deyəcəksiniz ki, nə oldu elə hər şeyi bəhanə elədin. Amma belə oldu, bilmirəm bəyənəcəksiniz əl işimi yoxsa yox. Amma dadı çox yaxşı idi. Yəni kim yedisə dedi ki, çox yaxşıdır. Bəyəndilər, yəni əsas bəyənilmək idi. Əsas odur, belə deyim də, üzü ağ çıxdım. Bu işlərdən də üzü ağ çıxdım, alındıra bildim bir şeylər. İnşallah bundan sonraki bayramları da öz evimdə keçirməyi planlaşdırıram. Onda yəqin ki, daha yaxşı alınar. Əslində almağı düşünürdüm. Fikirləşdim ki, bacarmaram, həm də çatdırmaram. Burada artıq bayram günüdür. Yeyib içdik, ondan sonra hər şeyi yığışdırdıqdan sonra biraz əyləndik uşaqlarla. Muraddır, tanış olun, utanır. Çünki bilir ki, video çəkir. Əslində video olmasa daha sərbəst olar. Zorla oynadıram. Görürsüz yəqin ki, hiss olunur videodan da. Belə. Sonra xəyalla oynadım. Xəyalda məcbur gətirmişdim. Videoda görəcəksiniz. Biraz utancaqdılar. Bu da yəqin ki, özgüvənlə əlaqədardır. Mən onları belə deyim də çox sıxaraq böyütmüşəm əslində. Onu eləmə, bu demək olmaz, onu orada etmək olmaz. Belə də çox beyinlərinə yeritmişəm. Ona görə görüntü qarşısında, insan yanında çox sıxılırlar. O da əslində çox pis bir şeydir. Səhvimi sonradan başa düşmüşəm, artıq gecdir. İndi onu düzəltməyə çalışıram. Özüm də çünki bu formada olmuşam. Sonradan biraz açılmağa çalışmışam. Hələ də tam olaraq aşmamışam bu şeyləri. Bacardığım qədər, yəni çalışıram. Öz üzərimdə işləyirəm ki, aşım. Bu da Məryəmdir. Gözümüzün bircə ağı qarası bircə qızı. Burada artıq tonqalımızdır. Kiçikdir, çox kiçikdir. Özüm belə istədim. Həm uşaqlar rahat tullana bilsinlər üstündən, həm də tez sönsün. Belə hamınızın keçmiş də olsa bayramınız mübarək.